Sabahınız xeyir. Deməli, əziz izləyicilər, hər bir kəs salamlayırıq. Bu gün də BMW ilə başlamışıq. İndi bir dənə Ford Fusion'umuz buradadır. Deməli, bu avtomobildən danışacağam. Bu avtomobil bizə Göyçay rayonuna yaxınlaşıb. Avtomobil sahibinin şikayəti ona ibarət ki, avtomobilə ani qaza kökləndiyin zaman, ani yəni qaz verdiyin zaman, farsaj verdiyin zaman avtomobildə motor işarəsi gəlir, ekranda tahrik hatası gəlir və söndürüb yandıram düzəlir. Yenə qaz verirəm, yenə elə rejimə düşür. Yaxınlaşdı bura, bir neçə problemləri var idi. O problemləri aradan qaldırdıq. Çünki bu problem bir neçə səbəblərdən qaynaqlanır. İndi ola bir burada saymağım nə dərəcədə düzgündür, onu deyə bilmərəm. Çünki video sığışmaz bu qədər problemin səbəbinin nədən qaynaqlandığı. Əgər sizin avtomobilinizdə belə bir problem varsa, əgər tahrik hatası verirsə, ya da privat aşıbqası deyirlər, privat aşıbqası verirsə, mütləq ki, diaqnostika üçün yaxınlaşın bir usta yanına və yaxud da ki, bizim yanımıza yaxınlaşın. Dəqiq yerində problemini həll eləyək, sizə təhvil verək. Eyni elədir ki, bu avtomobildə olduğu kimi müştərimizi Göyçaya inşallah salamatçılıqla yola salacağıq, çıxıb gedəcək. Təşəkkürlər, izləmədə qalın.